Hədis deyir ki, kim nafilə namaz qılsa, yəni müstəhəb namazlar qılsa, Allah deyir ki, mən onu sevərəm. Niyə görə burada özə deyir sevərəm? Vacib namazlar qılmasa, tərk eləsə bir növ cəzası var da. Hardasa yoxlasan görərsən ki, insan vacib namazlar tərk eləsə və yaxud da qılsa, orada qorxu var da. Çünki bilir ki, namaz qılmasam Allah məni cəzalandıra bilər. Allah tam orada bir növ bəndəsinə etimad eləmir də. Amma müstəhəb namazda tam sevgidir. Yəni müstəhəb namaz qılma, nafilə namaz qılma tam olaraq sevgidən qaynaqlanır. Orada qorxu yoxdur. Yəni qılmasan cəzası yoxdur da, müstəhəbdir. Ona görə də Allah deyir ki, kim ki nafilə namazları qılsa, müstəhəb namazlar qılsa, mən onu sevərəm. Mən onu sevsəm, danışan dili olaram. Görən göz olaram. Tutan əl olaram. Eşidən qulaq olaram. Nə istəsə onun duasını qəbul edərəm. Bir növ Allah o bəndəsini özünə bənzədir. Elə bil Allahın sifətləri yoxdur, ona verir. Və həmin bəndə baxışları ilahi baxış olur. Danışığı ilahi danışıq olur. Eşitməyi ilahi eşitmək olur. Tutmağı ilahi əl olur ki, sanki elə bil Allah sənin əlindən tutur. Və sanki bu bədən mülkü bir evdir. Sanki bu bədən mülkünün əsl sahibinə verirsən. Yəni evin sahibi kimdə? Allahdır da. Sanki bu evi verirsən, təhvil verirsən ona. Sanki bax sənsən, bu evin sahibi sənsən. Sən bax, sən gör, sən danış, sən tut, sən istə. Sanki evi təhvil verirsən Allah, əsl sahibi.